Xaqan Film Kinostudiyası təqdim edir. Vətən ətirli oğullar. Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 44 günlük vətən müharibəsində igid oğullarımız Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi altında zəfər sərnaməsi yazdılar. 30 il düşmənin soyuq nəzərləri altında sıxılan torpaqlarımız işğaldan azad olundu. İkinci Qarabağ müharibəsi haqqında danışarkən ilk növbədə əziz şəhidlərimizin xatirəsini yad etməliyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Onların canı bahasına, qazilərimizin, hərbçilərimizin qanı bahasına biz tarixi ədaləti bərpa etdik. Düşməni öz torpaqlarımızdan qovduq. Bütün azad edilmiş torpaqlarda Azərbaycan bayrağını ucaltdıq. Tarixi ədaləti bərpa etdik və milli qürurumuzu bərpa etdik. Eşq olsun Azərbaycan ordusuna, Qarabağ Azərbaycandır! Şərəf tarixini yaradanlar arasında Kəlbəcər rayonundan olan igid oğullarımız da vardı. Şəhid Murad Poladoğlu Musayev. Musayev Murad Poladoğlu 1 oktyabr 2001-ci ildə Bərdə rayonunun İmirli kəndində anadan olub. 2008-ci ildə Bərdə şəhərində yerləşən Kəlbəcər rayon 26 saylı tam orta məktəbinin 1-ci sinifinə daxil olub. 2019-cu ildə orta məktəbi bitirəndən sonra həmin ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan ordusunun əskəri olan Murad Musayev 2020-ci il sentyabrın 27-sində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan vətən müharibəsində iştirak edib. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib. Əslim Ermənistan Dərələzidir. Ana tərəfimdə Kəlbəcərlidir. Yəni iki tərəfimdə qaşqın olubdur. Özüm də 93-cü ildə könüllü getdim döyüşə. Füzulidə yuxarı Vesəldə orada yaralandım. 2-ci qrup Qarabağ əlliyəm. 30 ildən sonra oğlum oldu. Dedim, oğul düşman səpərdi. Böyütdüm, boya başa çatdırdım. Həmən istiqamətdə də oğlum Füzulidə şəhid oldu. Amma mən özüm olmadım, oğluma qismət oldu. Özüm qazi oldum, oğluma qismət oldu. Müharibə başlayanda elə bildim ki, ona nəysə olacaq. Elə ondan bir 2 ay, 3 ay qabaq gözümün qabağına gəlirdi ki, yəni Murad nə sifətə, nə vəziyyətə düşdü, onu mən tanıyaram. Son dəfə danışanda da sentyabrın 25 idi, zəh vurdu. Evdəkilərlə danışdı, yəni sonda da mənlə danışdı. Uşaqları soruşdu, dostlarını, sevdiyi qızı soruşdu. Deyir ki, gedirəm, yəni ola bilər ki, gəlmərəm də, başqa sərgəni gedirik. Özü içimdən belə Murad üçün belə söz bayatı dedim. Bunu gəlməyinə, bunu tərcüməni belə şeir kimi deyəndə anası mənə dedi ki, deyir tələsmə, gələcək. Elə o sözü deyəndə darvazadan nənəsi, dayısı, zat hamısı girdi içəri. Qardaşım deyir, bir dəqiqə bura ki, çıxdım yola, həyəcandan belə mən, yəni Murad yaralanıb. Yaralanıb deyəndə dedim ki, Murad şəhid olub. Dedim, qaçdım. O qədər möhkəm qaçdım ki, bir an ayıldım ki, oğlumun cənazəsini götürürlər, gedir. Kəlbəcərin nümayəndəsi Sovet Sədrzadə apardı öz kəndimizə, öz evimizə, amma çatmadı ki, mən hara getdim, haradan gəldim ki, bu yan burada Murad gəzməli idi, mən yox. Bala etkisi, o ağrıdır, o heç vaxt, o həmişə sənin içindədir, o atam deyirdi. Yəni bir gözüm ağlayır, bir gözüm gülür ki, yəni oğuldur, yəni itdi. Bir gözüm gülür ki, yəni Murad şəhiddir. Musayev Murad Poladoğlu 29 sentyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olub.
29 sentyabr 2020-ci ildə Bərdə şəhər İmirli kəndində dəfn edilib. Vətən uğrunda və Füzulinin azad olunması medalları ilə təltif edilib. Azərbaycan tarixinə 44 günlük zəfər savaşını onlar yazdılar. Bu torpaqları vətən eləyən oğullar. Onlar özləri yaratdıqları tarixin vətən ətirli oğullarına çevrildilər. Qələbə, zəfər tarixini yazanlar da, yaşadanlar da onlar oldu. Vətən müharibəsinin hər günü bizi addım-addım qələbəyə çatdırdı. Bu torpaqlar qəhrəmanlarımızın sayəsində əsl sahibinə, bizlərə qayıtdı. Torpağı, vətəni yaşadanları yaşatmaqsa bizlərin borcudur. Qarabağ Azərbaycandır. Həyat belədir ki, bunun əvvəli də var, sonu da var. Heç kim əbədi həyatda qalmır. Amma şəhid olmaq bu xalq qarşısında, tarix qarşısında və gələcək nəsillər qarşısında böyük xidmətdir.